Salam əziz balalar, deməli 2025 buraxılış imtahanı. Deməli bu sırayla yazın. 1, 3, 5, 6, 7, 9. Bu rəqəmlərdən hər rəqəmdən bir dəfə istifadə etməyi düzələn ən böyük və ən kiçik 6 rəqəmin ədədlərinin fərqini tapın. O zaman deyən çoxdan aza doğru düzün. 9, 7, 6, 5, 3, 1. Ən böyüyü. Yuxarıdakı ən kiçiyi aşağıdakı. Çıxaq. 11-dən 9 çıxıram 2. Burada qaldı 2. 12-dən 7 çıxıram edir 5. 5-dən 1'in vermişdi axı. Qalmışdı 4. 6-dan 5'in birin verən 5'ə 4. 14. 14'dən 6 çıxıram 8. 5'dən 5 çıxıram 0. 7'dən 3 çıxıram 4. 9'dan da 1 çıxıram 8. 840.852. Keçək ikinci. Demək, əməyə hörmət əlaməti olaraq bu adama da təşəkkür edək. Mustafayev Vahid müəllim. Sağ olsun. Bunu PDF şəklinə salın. İrrasional ədədlərdən hansı 3'də 1'dən kiçikdir? Baxın. 3'də 1. 3'də 1. 1 böl kökdə 9 deməkdir. 3'ün cavabı, axı 3'ü kökə göndərəndə kökdə 9 eləyir. İndi surət eyni olan kəsirlərdə məxrəci böyük olan kəsir kiçik olur. Variantlara baxsa, C variantı ki yoxdur. 1 böl kökdə 15. Kiçikdir 1 böl kökdə 9'dan. Məxrəci böyükdə axı. Məxrəci böyük, surət eyni olan kəsirdə məxrəci böyük olan kəsir kiçik olur. Deməli, cavab oldu nə? C variantı. Üçüncü. 0'dan %25 vur 16 vur 0'dan %36. Kökdən çıxardaq. 0'dan %25. Demək bunu belə edək. Sıfırdan %25 0'dan 15'in kvadratıdır. 16 4'ün kvadratıdır. 0'dan %36 da 0'dan 16'nın kvadratıdır. Ayrı-ayrı da kökdə yaza bilərdik, bir yerdə də yaza bilərdik. Rahatça olsun, ayrı-ayrı yazdım. Kvadratla kök getdi. Kvadratla kök getdikcə kvadratla kök getdi, nə qaldı? 0'dan %25 onda 5. Vur 4 var 0'dan 16. 0'dan onda 5'i 4'ə vuranda eləyir 1. Yox 1 deyilmi? 2. 2 tam 0'dan. 2'ni də vururam 0,6 eləyir nə? 1,2. İstənilən boş olmayan A, B-C çoxluqları üçün münasibətlərdən hansı doğru deyil? Burada bir dənə Y variantı düz gəlmir. Onu izah edək. Məsələn, bir dənə B çoxluğu götürürəm. Bir dənə C çoxluğu. B ilə C-nin kəsişməsi mötərizədə verilib. B alt çoxluğudur. B ilə C-nin kəsişməsinə verir. B ilə C-nin kəsişməsi bax buradır. İndi bu B çoxluğu axı bu balacanın içərisində deyil. Gör nə qədər B-nin nə qədər çöldə yerləşir. Ona görə bu variant düzgün olmalıdır. Kubun tilini 1 vaid artırsaq həcmi 19 vaid artar. Baxın bura. Bu kubun həcmi A-nın kubudur. Tilin 1 vaid artırsam həcmi olub A üstə gəl 1'in kubu olur. Həcmi 19 vaid artıbsa deməli biz V2'dən V1'i çıxanda 19 edəcək. V2'nin A üstə gəl B kubu düstur 2 açaq. Bu düstur 2 açaq. Ne olur? A kubu çıx 3 vur A kvadratı vur 1 yəni A kvadrat üstə gəl. Çıx deyirəm üstə gəl. Üstə gəl 3 A kvadrat üstə gəl 3A üstə gəl 1. Bu düsturun açılışına gelin təkrarlayın. Ondan sonra bunu rahat başa düşəcəksiniz. Çıxılsın V1. Yəni A kubu. Bərabərdir 19'a. A kubuları getdi. Oldu 3A kvadrat üstə gəl 3A. 19'dan 1 çıxıram qalır 18. 18 də keçir bu tərəfə olur -18. Bərabərliyin elə bil sol tərəfinə keçir. Hər tərəfi 3'ə bölə işimizi rahatlaşdıraq olur. A kvadrat üstə gəl A çıx.
6 bərabər 0. Bunu viyetlə həll etsək, A1 bərabərdir. -3, A2 bərabər 2 alalım. Yəni elə etməliyəm ki, bax, bu ədədi, bu ədədə vuranda -6 eləməlidir. Elə 2 dənə ədəd seçirəm ki, hasil -6 etsin. Cəm isə A-nın yanındakı əmsal 1'dir. 1'in əksini -1 versin. Demək düzəldir, -2. Kubun dilindən gedirsə söhbət, aydın məsələ ki, biz müsbət cavabı götürməliyik. O zaman cavab olur ki, B variantı. Həqiqətən 3'ün kubundan 2'nin kubunu çıxanda 19 edir. Daxili bucaqlarının cəmi 1800 dərəcə olan qabarıq çoxbucaqlı tərəflərinin sayını tapın. Daxili bucaqların cəmi düsturu budur. Bərabər 1800. 1800'ü bölürəm 180'da eləyir 10. N bərabər 10 üstə gəl 2. Cavab oldu neçə? 12. Vəssalam. Velosipedçi 24 km/saat sürətlə gedərək müəyyən məsafəni 1.5 saata qət etdi. Deməli, sürət, bu da saat, yəni zaman. Saatda 24 kilometrlə gedib 1 saat yarıma. İndi həmin yolu 18 sürətlə neçə saata gedər? Elə təsəvvür edin ki, bu yolu gedən sizsiz. Saatda 24 ilə gedirsə saat yarımı, sürətimiz azaltmışsa, o zaman yola çox vaxt sərf edəcəksiniz. Sürət azalanda vaxt çoxaldı. Demək bu olur tərs mütənasib. Bunu bu form tərs mütənasib kəmiyyətdə belə vurulur. 18 vur x bərabər 24 vur 1.5. İndi hər tərəf bölürəm 6'ya. 18'i 6'ya bölürəm 3, 24'ü bölürəm 6'ya 4. İndi hər tərəfi 3'ə bölürəm. 3 3'ə bölürəm 1, 1.5 3'ə bölürəm 0.5 edir. X bərabər olur 4 vur 0.5. Bu belə də eləyə bilərdi. Məsələn 24 vur 1.5 böl 18. Bir dəqiqə balaca olan ağladı. Demək, A-nın hansı qiymətinin 3A+9 ifadəsinin qiyməti 4A-18-dən 3 dəfə böyükdür. Demək 4A-18 3'ə vuranda 3A+9 edər. Çalışmanı həll edək. Burada deməli 3A belə eləyək. Hər tərəf burada 3'ə bölə bilərik. Diqqət edin buna. Bunu 3'ə böldüm 1. Bunu 3'ə böldüm 3. Bunu da 3'ə böldüm A. A üstə gəl 3 bərabər 4A çıx 18. 4A'nı keçirək sol tərəfə, 3 keçirək sağ tərəfə. Olur A çıx 4A bərabər 3 çıx 18. Mənfi 3A bərabər mənfi 15. A da bərabər 15'i bölürəm 3'ə. Mənfilər də gedir. Cavab oldu nə? 5. Bir dəqiqə. İşarədə səhv eləmişəm. 3 keçəndə də gedirəm mənfi olaraq işarəsi dəyişir. Onda bu oldu neçə? 18, 3. Mənfi 21. %21'i 3'ə böləndə edir 7. Üzrü sayı mexanik səhv. Demək, belə bir düsturumuz var. A kvadrat çıx B kvadrat bərabər A çıx B A üstə gəl B. 10'un kvadratı 8'in kvadratında 10 çıx 8, 10 üstə gəl 8 yaza bilərik. Məxrəcdə də 18. 10 üstə gəl 8, 18 edir. 18'dən 18 gediriksə qalır 10 çıx 8, o da eləyir 2. Vəssalam. Deməli, 10-cu sualda deyir ki, dairəvi diaqramda universitet tələbələrinin fakültəli üzrə sayının faizli ifadəsi göstərilmişdir. Tələbəklərin də iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı böyükdür? Baxın bura. Göy rəngə baxın 39%'dir. 39% digər faizlərin hamısından böyükdür, düzdürmü? Deməli, göy rəngdə
olan daha böyük olacaq. Təbiət elmləri fakültəsi deməli tələbəsinin seçilməsi ehtimalı daha böyükdür. O elə bir ki %39 edir. Digərləri isə azdır. Demək cavab nə oldu? C variantı. Demək 0-dan 36-nı %36 yazıram. 2/9-da 2-ni yazıram. 2 vur 9 üstə gəlir 2. 20. 36 ilə 9 aparıram. 4 dənə 100 ilə də 20-ni aparıram. 5 dənə. Bu belə. A üstü -5. Vururam A üstü 4. Almanı almaya vururam. Bananı banana vururam. B üstü 6-nı vururam. B üstü -4-ə. Cücəni cücəyə vururam. Məsələn, C üstü 3-ü vururam. C üstü -5. Hərəsini öz tayına vururam da belə deyək. Qaldı nə? 5-də 4. Əmsal oldu 5-də 4. Bunu bildik. A-nın üzərində -5 ilə 4 toplanır. B-nin üzərində 6 ilə -4 toplananda olur 6 çıx 4. C-nin üzərində 3 ilə də -5 toplananda olur 3 çıx 5. Deməli 5-də 4 A, B, C. A-nın üstü -1. 6-dan 4 çıxıram. Ne dəqiqə? A-nın üstü -1. B-nin üstü 6-dan 4 çıxıram 2. C-nin üstündə -2. Vəssalam 5-də 4. A üstü -1, B üstü 2, C üstü -2. D variantı. Demək, radiusu 7/5 olan dairənin diametrini tapın. Diametr bərabər 2 dənə radiusa. Vəssalam. 2-ni vururam 7/5-ə. O da eləyir 15. C variantı. Deməli, bu çevrəsinin O-Y oxu ilə kəsişmə nöqtələrinin koordinatlarını tapın. O-Y oxu ilə kəsişmə deyirsə, deməli, orada x-a 0 verməliyik. O-Y oxu ilə kəsişəndə absis oxunun qiyməti 0 olur. X-in yerə 0 yazsam, 0 çıx 4, elə 4 eləyir. 4-ün kvadrat üstə gəl y kvadrat bərabər 52. Y kvadrat bərabər 52-dən çıxıram neçəni? 4-ün kvadratını, yəni 16-nı. 36. Y-də bərabər müsbət mənfi kökdə 36. Yəni müsbət mənfi 6. İndi baxın bura. X, Y-ə. X-a 0 verində Y bir dəfə 6 oldu. Bir dəfə də mənfi 6. 0, 6, 0, mənfi 6. Vəssalam. Cavab B variantı. Deməli 4x kvadrat çıxır 3x bərabər 0. Buradan natural kvadratı idi. X ortaya vuruq çıxardıram. Qalır 4x çıx 3 bərabər 0. Bir dəfə x bərabər 0-dır. Bir dəfə də 4x çıx 3 bərabər 0 olur. Buradan 4x bərabər 3-ə x bərabər 4-də 3. 0 və 4-də 3. C variantı. Bu ifadəni sadələşdirir. Ortaq məxrəc olur nə? X üstə gəl A var, X çıxar. Hər mötərəzədən bir dənə. Bunu vururam. X çıxaya. Elə çarpaz vurulur da elə bir. A-nı da vururam. X üstə gəl A-ya. Deməli, A-nı vururam X-ə AX. Çıx. A-nı vururam A-ya A kvadrat. Çıxılsın. Yəni A-nı vururam. Bu A-nı vururam X-ə. AX. A-nı vururam A-ya çıx A kvadrat. Qarşısına mənfi varaq. A-nın kvadrat. Bərabər. AX-lar getdi. Surətdə qaldı nə? Mənfi 2 dənə A kvadrat. Məxrəcdə də oldu nə? X kvadrat çıx A kvadrat düstura görə. Elə bir ki, A çıx B-ni A üstə gəl B-yə vuranda belə bir düsturumuz var idi. A kvadrat çıx B kvadrat. X üstə gəl anda X çıxaya vurduq olur. X kvadrat çıx A kvadrat. İndi aşağıda X kvadratın A kvadratın yerini dəyişək. Olur A kvadrat çıx X kvadrat. Dəyişəndə yer qabağa mənfi çıxır. Surətdə də mənfi 2A kvadrat var axı. Bu mənfilər getdi, oldu müsbət.
Elə cavab nə oldu? 2a kvadrat böl a kvadrat çıx x kvadrat. Cavab A variantı. Bərabərsizliyin ən kiçik tam həllini tapaq. Ən kiçik tam həllini tapaq. Əvvəl bunu həll edək. Hər tərəf vururam 4-ə, orta mərəz 4-də axı. Bunu 4-ə vuranda elə baxın bura. Elə bax yazıram bax 4 vur. 4 vur. 4 vur. 4 vur. Burada 4 ilə 2 gedir, qalır 2. 2-ni vururam 3-ə 6x. Burada 4 ilə bu 4 getdi, ixtisar qaldı. Yerlərində 1 qaldı. 1-i vurdum 3-ə 3. Bir dəqiqə deyəm. Bütün mənim sinirim pozduya bu. Yazılmasa heç yazılma. 4'ü vurdum 4'e 16x. 4'ü vurdum 5'e 20. 6x sıx 16x. Kiçik olur nədən? 16x gətirirəm o tərəfə, mənfi 3 götürürəm o tərəfə. Kiçik olur 3 çıxılsın 20'dən. Mənfi 10x. Kiçik olur mənfi 10 7'dən. Hər tərəfi mənfi 10'a böləndə ortadakı işarə kiçik işarəsi olur böyük. Mənfi 10 böyük olur. 17'ni 10'a bölürəm 1,7'dən. Deməli olur cavab 1,7'dən müsbət sonsuzluğa. Bu aradakı ədəd tam ədədlər hansılardır? Məsələn 2, 3, 4, 5 və s. Sonsuzluğa doğru gedir, düzdür? Bunların içində ən kiçik tam həlli 2'dir. Və salam. Cavabımız oldu nə? 2. Demək belə. Elnur bir mətbəədə 5'də 1'i ağ-qara, qalanını rəngli çap olunmağa 4000 vərəq çap etdirdi. Buna görə o mətbəəyə neçə manat ödəməlidir? Deməli 1500 dənə vərəqə qədər çıxartdarsa 1500 daxil olmaqla. Vərəqin qiyməti 0,6 manatdan verir. Demək. Rəngli 0,6 manat, ağ-qara 0,35 manatdan. 1500-dən çox olanda rəngli 45 qəpikdən, yəni 0,45 manat. Ağ-qara isə 30 qəpikdən, 0,4 manatdan. Deməli 4000'in 5'də 1'ini tapaq əvvəlcə. 4000'i bölürəm 5'ə eləyir 800. 800 dənə ağ-qara. Ağ-qara. Düzdürmü? Neçə qəpikdən verəcək? 35 qəpikdən. 800'ü vururam 0,35 manat. %35 manat. 4000'in 800 ora gedirsə 4000'dən 800'ü çıxanda axı 3200 edir. 3200 dənə 1500'dən çoxdur. Qalanı rəngli. 3200 dənə rəngli olmalıdır. Rəngli. Rənglinin nəticədən baxıram. Rənglini 45 qəpikdən. 1500'dən çox olanda 45 qəpikdən. Vurur nəyə? %45'ə. 2 dənə 0 buradan, 2 dənə 0 buradan, 2 dənə buradan, 2 dənə buradan. Demək 8 dənə 5 nə eləyir? 40. 4 yadda 8'i vuram 35'e de elə bil. 8 dəfə 3. 24, 28. Bu oldu 280 manat. 32'ni 45'e vurum qıraqda. Ayda üzürü sən burada izah edirdim. Saçım. Səsi dayandırmışam, xəbərim yoxdur. Bir də baxdım ki, dayandırmışam. Cavabım 18-ci suala baxaq. Baxın, y ilə y gedir. Mənfi y üstəgəl müsbət y 0. 2x'in üzərinə x gəldi. 3x bərabər. 9 ilə 12'ni toplayıram edir 21. X bərabər 21'i bölürəm 3'ə. Bərabər 7. İndi 7'ni yazıram bu x'in yerinə y tapım. 7 üstəgəl y bərabər 12'yə. Y bərabər 12 çıx 7. Y bərabər 5. Bizə deyir x vur y tap. 7 vur 5. 35. Deməli, avtobusda 30 dənə sərnişin var. Birinci dayanacaqda
7 sərnişin düşdü. 9 nəfər mindi. İkinci dayanacaqda 14 nəfər düşdü. 4 nəfər mindi. Düzdür? Birinci bu iki. İkinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? Rahatçılıq üçün baxın. 30-dan çıxıram 7-ni, 23. 23-ün üzərinə gəlirəm. 9-u 32. 32-dən çıxıram 14-ü. 18. 18-in də üzərinə 4 gəlirəm. Eləyir neçə? 22. Vəssalam. Deməli, B-yə bölün 7 bölün AD bərabərdir 6 bölü 4 bölü 9. B-yə 6x 7 4x AD 9x. Və bu parçalar kəsişir, kəsişmədə yarıya bölünür. Bura ilə bura bərabərdir. Demək, bura ilə də D-yə ilə də C-yə. Demək, D-yə 4x isə C-də 4x-dir. Bura 9x isə burada 9x-dir. Bu 6x-dirsə, bu da 6x-dir. SPAD-yə bizə nə verir? AD-yə 9x, 6x, 4x. 9x üstəgəl 6x üstəgəl 4x. Onu da perimetrini verib 38. Toplayanda eləyir. Deməli 15, 19x bərabərdir 38. Buradan alınır 38, 19-a bölüm x bərabər 2. Bizə deyir CB-ni tap. Harada CB? Yəni bunu 9x-i. 9 vururam 2-yə 18. Vəssalam. CB-nin uzunluğu oldu 18. Deməli, YF paralel AC-yə, YF bərabər FC bərabər 3. Burada 3, burada 3. Bunlar bir-birinə bərabər. AC 9, bizə deyir BF-i tapın. Buraya yazıram x. Bu BF ilə BAC üç bucağı oxşar olduğuna görə, baxın, bu bucaqla bu bucaq bərabərdir. Bura ilə bura bərabərdir. Bu da hər iki B bucağı da hər ikisində eynidir. Balaca üst bucaqla böyük üst bucaq oxşardır. O zaman oxşarlığa əsaslanıb belə yazırıq. BF bölünsün BC bərabərdir YF bölünsün AC. Balaca bölünsün bütöv böyük bərabər balaca böl böyük. BF yazırım x. BC nə olur? B'dən C'yə x üstəgəl 3. Bərabər YF 3 BC 9. Vəssalam. Tənasüb 9 ilə 3x çarparıram 1, 3. Tənasüb kimi həll etsək 3x bərabər x üstəgəl 3. 3x-dən x çıxıram olur 2x bərabər 3. X bərabər 3-ü bölürəm 2-yə. 1 tam 10'da 5. Oldu belə. Deməli, bir ədədin 25%-i digər ədədin 50%-nə bərabərdir. 25x bərabərdir 50y. X 50-ni bölürəm 25-ə deyir 2. X bərabər 2y. Bu ədədlərin fərqi 60 olarsa, deməli, fərqi 60. 2y yazıram bu x-in yerinə, olur 2y çıx, y bərabər 60, y bərabər 60. 2y-dən 1y çıxsın, 1y. Hə, məsələni deyir, tənlik qurmaqla həll edin. Deməli, 25x bərabər 50y yazıram. X çıx y-də bərabər 60 yazıram. Belə yazdım, sonra həll elə bu cürdür. Əvəzlə mən elə həll elədik, getdi. Y 60-dırsa, x nəyə bərabərdir? Axı 2y-dir. 2 vur 60 bərabər 120. Bu ədədlərin cəmin deyir, tapın. 120 üstəgəl 60. Dəmir badamı nə oldu mənə? O da elədi 180. Vəssalam. Demək, Elnur hər gün eyni miqdarda pul xərcləyir. Pulunun xərclədiyi, o pulunun və xərclədiyi pulun miqdarını göstərən qraf
aşağıda gösterilib. Elnurun pulu neçə günə bitər? Hə, burada bunu qeyd etməmişəm. Deməli 15 gün bu adam pul xərcləyib. Gündə x manat. Gündə x manat. 15 günə 15x. Və burada bu kəsişmədə qalan pulla xərclənmiş pulu göstərir. Deməli burada xərclənmiş pul 15x-dirsə, çalışmada biraz narahatlıq. Qalan pul da 150 çıx 15x olacaqdır. Elə bil ki, məsələn xərcləndi. Məsəl üçün 30 manat, düzdürmü? Nə qədər qalacaq? Qalan oldu 150 çıx 30 manat. İndi xərcləndi 15x. Qaldı bu qədər. Bu qaldı, bu da xərcləndi. Burada ki, bu nöqtədə xərclənmiş pulla qalan pul eynidir demək. Demək bunlar bir-birinə bərabər oldu. Hə, bunu həll edək. Olur 15x üstə gəl 15x 15x keçirdim dik tərəf olur müsbət bərabər 150 30x bərabər 150 x bərabər 150-ni böldüm 30-a 5. Deməli 30 günə bitirib. Elə cavab tapıldı 30 və ya 150-dir. Bir günə 5 manat xərcləyirsə 150-ni bölürəm 5-ə eləyir 30 manat. Heç açdım üzrü sayın. 150-ni 5 manata bölürəm. Cavab oldu 30 gün. Bunu həll eləmək üçün bizim düsturumuz var. Burada D1 D2 paraleldir. Düstur bax belədir. Bura alfa, bura beta, bura x. Deməli, alfa üstə gəlib beta çıx 180 dərəcə bərabər x-ə. Yəni 100 üstə gəl alfa çıx 50 dərəcə. Yox. Çıx 180 dərəcə bərabər 50 dərəcə. 180-dan 100 çıxıram 80. Alfa bərabər 50 üstə gəl 80 bərabər 130 dərəcə. Deməli S1 bölü S2 9-da 1. Sahələr nisbəti bilirdik ki, tərəflər nisbətinin kvadratıdır. Yəni 3-də 1-in kvadratı. Deməli bura 1x olacaq. Bura olacaq nə? 3x. Tərəflər nisbəti 1x bölü 3x-in kvadratı elə bir. Kvadrat. Bura 3x-dir, burada 3x-dir. Düzdür? Tərəfi bizə deyir 8-də axı. Deməli 3x, bu da x. Yəni 4x bərabər 8, x bərabər 2. Burada S2 nəyə bərabərdir? Düzbucalı üst bucaqdır da bura. Düzbucalı üst bucağın sahəsi 2-də 1 AB-dir. Yəni 2-də 1 vurulsun, 3x vur 3x. 3x. Bunu biraz aşağı qaldıraq. S2 bərabər 2-də 1 vur 9x kvadrat. X də verimi tapmışıq 2. 2-də 1 vur 9 vur. 2-nin kvadratı 4-dür. 4-lə 2 getdi. 2 18. Deməli cavabımız nə oldu? 18. Bu da 25-ci sual. Hələlik bu qədər əziz şagirdlər, əziz balalar. Videonun izahı yaxşı başa düşdünüzsə, rəy yazmağı, bəyənməyi unutmayın. Və çalışın, yəni yaxşı anlayırsınızsa izahları, çalışın paylaşın ki, başqaları da anlasın, başqaları da bunu başa düşsün. Yox əgər
İzah yaxşı deyilsə, o zaman isə yazmasanız da, bəyənməsəz də olar. Sağ olun, Allah amanında.